Qəsəbənin yolu dağılıbdır, bərbad vəziyyətdədir. Kanalizasiya daşır oradan bir yandan. Bir dənə yolları çəkin. Bax, təzə avtobuslar tam sıradan çıxır. Göldü də gedmək, mağazadan çörək almağa gedirdi, batır qalır orada suyun içində. Hal-hazırda biz Qaradağ rayonunun Mişvəqabad qəsəbəsində yerləşən 28 may adlanan qəsəbədəyik. Gördüyünüz kimi burada yollar bərbad gündədir. Vətəndaşlar bildirirlər ki, onların nə kanalizasiya sistemi var, nə də yollarını təmir edən. Yollarımız bərbad gündədir, baxan yoxdur. Bütün günü kanalizasiya, antisanitar vəziyyətdir. Yuxarıdan aşağı gələndə yəni bərbad gündədir. Maşınların altı dəyir, sıradan çıxır, yəni baxan yoxdur buralar. Uşaqların hamısı nəfəsinə gedir bu. Yəni quruyandan sonra külək hamısı uşaqların nəfəsindədir. Bütün gün ustalardayıq, maşınlar çökür, dağılır. Qalmışıq beləntisinə, kanalizasiyalar dolub daşır, hamısı həyətdədir. Olmaz axı belə. Yəni bura baxan yoxdur. Heç kim baxan yoxdur. Özümüz gətirib şeybinə kim tökür, yenə çay yuyurdu, oradan gətirib töküb aparır, yoxa çıxır. Bərbadçı gündədir, bilmirik. Dərdimizi kimə deyək, niyə? Yaşayış deyil valla. Deyə maşın düşəndə elə vacə ora baxın da bir dənə. Hər gün ustalardayıq, hər gün. Yağış da yağır, maşınla keçsən cəmaatın üstü su olur. Biabırçılıq da əməlli başlı. Belə olmaz. Göz qabağındadır. Çox pis bərbad gündə yaşayırıq. Hələ araya gedib gələk, sonra qəsəbənin arasına. Göldü də gedmək, mağazadan çörək almağa gedirdi, batır qalır orada suyun içində. Bu vaxt kimə deyir, dərdimizə inanan yoxdur. Gəlin bu gözü ilə görən yoxdur. Elə bələdiyyə deyir, mənim var gücüm çatandı, gedin hara deyirsiz deyil. Nə var abala, biz kimə deyək dərdimizi? Bax, mən nə yox, bir Liboyunla soruşsa bu vəziyyəti sizə deyəcək. Burası çox bərbad bir gündə yaşayırıq. Belə yaşayış, Azərbaycanın ən ucqar kəndində də belə yolu yoxdur. Çox belə bərbad bir vəziyyətdə yaşayırıq. Qəsəbənin yolu dağılıbdır, bərbad vəziyyətdədir. Kanalizasiya daşır oradan bir yandan. Bir dənə yolları çəkin. Bax, təzə avtobuslar tam sıradan çıxır. Xahiş edirəm, bir dənə bura nəzarət eləsinlər. Bu icra hakimiyyətimiz, polis orqanları. Bir də ki, o yolun qırağına imkanınız varsa gedin çəkin, görün cəmaət orada nə gündədir. Millət 2-3 gündə avtobus aparırım, avtobusun içində yatışırlar. Görünən odur ki, həm bələdiyyə, həm də yerli icra strukturları problemə laqeyd yanaşır. Sakinlər ümid edirlər ki, məsələ ictimailəşdikdən sonra adiyyəti qurumlar problemin həlli üçün real addımlar atacaq və Mişvəqabadın yol infrastrukturu yenidən bərpa olunacaq.